Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Allah hamdolsun, Allah müvəffəq eləyir. Hər gün görüşürük, Allah'ı zikr edirik. Ona görə Allah Teala'ya şükürlər olsun. Son 10 gündə üstünlük verilən zikirlərdən biri Muhammed sallallahu aleyhi ve sellem Ayşə anamıza öyrədir. Ayşə anamız deyir ki, Allah Resulü, əgər Qədir gecəsinə yetişsən və in ədraktuhə, yetişsəm Qədir gecəsinə hansı zikrə daha çox üstünlük vereyim və yaxud da nə deyim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Uli de ki, Allahümme inneke afuvun tuhibbul affa fa'fu anni, de ki Allah'ım və ey Allah'ım, inneke afuvun, sən əffedənsən, tuhibbul afva, əffetməyi də sevirsən, fa'fu anni, məni əffet. Bu zikri öyrədir Muhammed sallallahu aleyhi ve sellem. Deməli qardaşlar, elm əhlidir ki, bu dua əzəmətli bir duadır, əzəmətli bir zikirdir həmçinin. İnsan bunu başqa vaxtlarda da Allah Teala'ya dualarının içində deyə bilər. Başqa vaxtlarda dua eləyəndə Allah Teala'ya əff istəyə bilərsən özün üçün, atan, anan üçün, müsəlmanlar üçün. Və burada bir şeyi qeyd edeyim qardaşlar. Elm əhli deyir ki, o dualar ki, orada müminlər üçün də bağışlanma istəmək var. Məsələn, necə Allahın Peyğəmbərləri Quran-ı Kərimdə Allaha dua edərdilər. Allahümme gfirli və li valideyyə və li cəmil muslimin yevmi yekumul hisab və bunun kimi dualar. Fikir verin, elə bir məni, atamı, anamı, mümin kişi və mümin qadınları bağışlar. Elm əhlidir ki, kim mümin kişilər və mümin qadınlar üçün bağışlanma diləsə, o mümin kişilərin və qadınların hər birinin sayı qədər Allah ona savab verəcək. Allah məni, ata-anamı, mümin kişiləri və mümin qadınları bağışlar. Nə qədər mümin kişi var, nə qədər mümin qadın var. Hər birisinin Allah Teala savabından sənə nəsib edəcək. Onlarda da azalmadan. Əzəmətli bir zikirdir o da, duadır, xeyri çoxdur. Həm özümüzə, həm də qardaşlarımıza, bacılarımıza. Burada bu hədisin şərhində alimlər deyirlər ki, Allahümme hissəsi, Allahümme inneke afuvun, Allaha bu duanı edəndə elm əhli vurur ki, bu Allah Teala'ya nidadır, bir çağırışdır. Ey Allahım, ey Rəbbim. Həmçinin uslubdur, gözəl, təvəssül olan və ya təvəssüllü olan bir uslubdur. Allaha Allah adıyla çağırırsan. Həmçinin isti'anə, kömək istəməkdir kəlməsidir. Elhamdülillah. Tövhid əhli gərək Allah'tan istəsin. Allah Teala bizə Quran-ı Kərimdə bildirir ki, وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدِعُوهُ بِهَا. Allah'ın gözəl adları var. فَدِعُوهُ بِهَا. O adlarla Allah'ı çağırır. Allah Teala bizə öyrədir ki, mənim adlarım var, o adlarla mən çağırır. Olmaz Allah'a nəsə fərqli dillərdə dillər, xuda, nəsə belə qəribə olmaz. Necə gəlir? Allahın adları o adlarla bilməlisən. Ən əsas adı da Allah Teala'nın hansı adıdır? Barakallahu fikum. Allah. Niyə görə qardaşlar? El-İlahdır. Çünki Allah Teala özü belə təyin edir. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى. Allah'ın gözəl adları var dedi Allah Teala. Demədi. وَلِلْرَحْمَنِ الْأَسْمَاءُ الْحُسْنَى. Rahmanin, وَلِلْعَزِيزِ الْأَسْمَاءُ الْحُسْنَى. Allah Teala demədi ki, Azizin, Rahmanin, Qafurun, Qaffarın gözəl isimləri var. Kimin gözəl isimləri var? Hansı adın dedi? Allah'ın gözəl isimləri var. Ona görə İbn Qayyim və digər alimlər deyirlər ki, Allah'ın əsas adı Allah'dır. Və çağıranda o adla da çağıra bilərsən, lakin insan nə istəyirsə Allah'tan qardaşlar,
o istəyinə uyğun adı seçib Allahdan istəməlidir. Məsələn, insan ruzu istəyəndə Razzaq adını deməlidir Allah Taala'nın. Əff istəyəndə innəkə afuvun, görsən. Rəhmət istəyəndə Rahman, Rahim adını. Nəsə istəyirsən Allah Taala sənə evlad versin, elhamdülillah yenə ruzu adını deyə bilərsən. Və yaxud da Allah Taala'dan Vahhab adıyla, hansı ki bizim adımızı bağlayırlar. Elhamdülillah o bizim için şərəfdir. Allah'ın adıyla bizi bağlayırlar elhamdülillah. Kimisini qədirin adıyla bağlayırlar. Kimisini daşların, ağacların, babalarının adıyla bağlayırlar. Bize Allah'a həmd olsun. Allah'ın adıyla bağlayırlar. Abdul Vahhab. Vahhab'ın qulları. Vahhab da kimdir? Bəxş eləyən, əta eləyən, verir. Allahümme yəni Allah'a nidadı çağırışdır. İnneke afuvun hissəsi. İnneke afuvun. Yəni sən bağışlayansan, afu, əff edənsən, alimlər deyirlər ki, yəni kəsirul af, çox bağışlayansan. Çox bağışlayansan. Hətta Nuh aleyhissalam öz qövmünə deyəndə ki, fəqultu estağfiru rabbəkum innehu kənə qaffara. Mən onlara dedim ki, Allah'tan bağışlanma diləyin. O, Allah qaffardır, çox bağışlayandır. Fikir ver, sən nə qədər eləsən də günahların heç vaxt Allahın rəhmətindən böyüməyəcək. Allahın rəhməti həmişə üstün, sənin günahların kiçik olacaq. O demək deyil, yəni rəhmətin arxayın ol günahlar elə yox. Günah nə qədər böyüsə də bil günə ki, Allah Taala rəhməti ondan da böyüdü, tövbə eləyə bilərsən. Buyurur ki, alimlər, yəni Allah Taala çox əff eləyəndir. Əff eləyir necə? Günahları əff eləməsi ilə məhv eləyir. Məhv eləyir Allah Taala günahları. Xətalardan kesir. Görürsən Allah Taala ayələrdə nə deyir? Deyir ki, yerdə və ya dənizdə də, quruda da olan hadisələr kimin əməllərinə görədir? İnsanların. Sonra deyir ki, və yafu an kəsir. Hələ çoxsunu bağışlayır. Hətta təsəvvür edin ki, subhanallah, başqa ayədə Allah Taala mənaca tərcüməsi belədir ki, əgər Allah Taala insanların etdiyi günahlara görə dərhal onları cəzalandırsaydı, yer üzərində bir dənə canlı bırakmazdı. Bir dənə canlını sağ bırakmazdı Allah Taala. Möhlət verir, səbr edir Allah Taala. Nə üçün? Əhsən, tövbə eləsinlər, bağışlanma eləsinlər, xətalarından qayıtsınlar. Təsəvvür edin ki, qardaşlar, inşallah bunu çox eşidirsiniz. Allah Resulü sallallahu aleyhi ve sellemin qadını, yoldaşı, ən sevdiyi yoldaşlarından biri Ayşə anamız. Allah ondan razı olsun. Ona zina iftirası atanların Allah Taala dilin qurutsun. Təsəvvür edin ki, Allah Taala necə rəhmətlidirsə, necə həlimdirsə, yumuşaqlısa qullarına qarşı. Baxın, Muhammed sallallahu aleyhi ve sellemin qadınına, Abu Bakr'ın qızıdır, adamın qızıdır, geriyyətidir, namusudur. Misbah İbn-i İsəsə İfk hadisəsində, bu adam Abu Bakr'ın qohumuydu radiyallahu anh. İfk hadisəsində Abu Bakr eşidir ki, qızına zina iftirası atanlara qoşulub bu da. Lakin Abu Bakr malından, mülkündən buna sədəqə verirdi, zəkat verirdi, kömək edirdi, ona qohumuydu, yardım edirdi. Eşidir ki, bir gün o da qoşulub, onun qızına iftira atanlara, zina iftirası, Muhammed sallallahu aleyhi ve sellemin ailəsinə, o da deyir ki, Allah'ın dostum daha bir də ona heç nə verməyəcəm, baxmayacam, maddi yardım eləməyəcəm ona. Fikir verin Allah Taala rəhmətinə. Allah Taala deyir ki, sizdən fəzilət sahibləri, imkanlı olanlar, miskinlərə, kasıblara, yolda qalanlara, Allah üçün vuruşanlara heç nə verməyəcəyini and içməsin. Abu Bakr'ın bu əməlindən sonra heç nə verməyəcəm dediyindən sonra Allah Taala bu ayələri nazil edir. Bunlar nəyə göstərir? İlk öncə bu ayələr Abu Bakr'ın fəzilətini. Allah Taala deyir ki, sizdən fəzilətli olanlar, həm də imkanı da var idi, fəzilətli idi. And içməsin. Sonra deyir ki, Allah Taala fəliyafu və yəssahu, bağışlayın, əff eləyin onları, keçin. Sonra deyir ki, ələ tuhibbunə yəğfirallahu ləkum. İstəmirsiniz, Allah da sizi bağışlasın. Dərhal bərpa eləyir sədəqəsini, zəkatını, kömək edir ona.
Fikir və Allahın rəhmətinə baxın qardaşlar. Muhammed sallallahu aleyhi ve sellemin qadınına iftira atan idi, yox. Onlara qoşulmuşdu. Abu Bakır ümmətin imanda ən imanlısıydı. Bütün ümmətin imanı tərəzinin bir gözünə, Bakırın imanı tərəzinin bir gözünə qoyulsaydı nədir Muhammed sallallahu aleyhi ve sellem? Ağır gəlir. Onun imanı ağır gəlir. Fikir verin. Allah Teala onu da bağışlayır ki, yəni dəymə, keç, əff elə. Əff böyük bir nemətdir. Əff böyük bir nemətdir, qardaşlar. İnsanlığı təsvir edib alimlər buna. Sual verirlər ki, insanlıq nədir? Deyir ki, insanlığın nümunələrindən biri odur ki, cəza verməyi bacardığın halda deyirsən ki, keçirəm sənin üçün. Əff edirəm, bağışlayıram səni. Həmçinin alimlər deyirlər ki, üçüncü, tuhibbul affı, Ayşə anamızın deməsi ki, sən əff eləməyi sevirsən, yəni Allah Taala'nın əff, Allah Taala'nın sifətlərindən bir sifətdir, qardaşlar. Bilirsiniz ki, Allah Taala'nın gözəl isimləri və həmçinin sifətləri var. Və əff da Allah Taala'nın sifətlərindən bir sifətdir. Allah Taala sevir. Nəyi? Əff eləməyi. Necə Muhammed sallallahu aleyhi ve sellem deyir. Allah Taala sevir ki, qullarını əff etsin, bağışlasın, keçsin onların günahlarından, xətalarından. Həmçinin alimlər deyir ki, Allah Taala sevir ki, qullar da bir-birlərinin xətalarından keçsinlər. Onlar bir-birlərini bağışlasınlar, əff eləsinlər. Təsəvvür edin, qardaşlar, əff olunmağa layiq olan insanlardan, ən layiq olanlarından da bilə qardaşlardır. Qardaşların bir-birinə həlim olması, mülayim olması, bir-birini əff eləməsi, bağışlaması, Allah üçün olan qardaşlığı, Allah üçün bu əsas qeyddir, qardaşlar. Allah üçün olan qardaşlıq. Əgər bu qardaşlıq Allah üçün olmasaydı, bu qalmayacaqdı. Bu qardaşlıq Allah üçün olmasaydı, vallahi bu qalmayacaqdı. Allaha görədir qalır. Bir-birini bağışlamaq, əff eləmək, görməzdən gəlmək. Görməzdən gəlmək ən böyük nemətlərdən biridir. Təsəvvür edin, Allah üçün bir-birini sevən, bir-birinə hörmət edən, bir-birinin təqsirlərindən haqlı və ya haqsız keçənlərdən Allah Teala görür nə deyir? Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, Allah Teala buyurdu ki, qiyamət günü o deyəcək Allah Teala. Əynəl mutəhabbunə bi cəlali. Mənim cəlalıma görə bir-birini sevənlər hardadır? Mənim cəlalıma görə bir-birini sevənlər, dünyaya görə sevənlər yox, şana şöhrətə görə sevənlər yox, dünyavi məqsədlərə görə yox, mənə görə bir-birini sevənlər hardadır? Çünki o onları sevənlərin bəzilərini Allah Teala vəsf eləyib, necə olacaqlar? Düşmən. Bir-birlərinə nifrət edən düşmən olacaqlar. Hətta bəzilər deyəcək ki, ya Rab, o bizim o sevdiklərimiz ki var idi, biz onları səndən üstün tuturduq və onlar bizi azdırdılar, onları göstər salaq ayaqlarımızın altına tapdıyaq onları. Ayələrdir Quran-ı Kərimdə. Allah Teala deyir ki, mənə görə bir-birini sevənlər hardadır? Mükafatın deyir Allah Teala. Əl-yevmə uzilluhum fi zilli. Yevmə la zillə illə zilli. Allah Teala deyir ki, onları heç bir kölgənin olmadığı bir gündə öz kölgəmdə kölgələndirəcəm. Yəni Allah Teala ərşin kölgəsində onun rızası üçün bir-birini sevənləri kölgələndirəcək. Başqa rivayətdə isə görün nə deyir, qardaşlar. Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, Əl-mütəhabbunə filləh. Əl-mütəhabbunə fi cəlal. Yəni Allah Teala deyəcək ki, mənim cəlalıma görə bir-birini sevənlər. Ləhum, onlar üçün nə var? Mənəbil min nurin. Nurdan olan minbərlər. Allah Teala onlara nurdan olan minbərlər verəcək. Bir də fəzilət verəcək Allah Teala. Yəğbituhum əl-ənbiyə və yaxud ən-nəbiyyun və şühədə. Onlara verilən bu neymətə görə onlara qibtə eləyəcəklər. Kimlər? Peyğəmbərlər və şəhidlər. Təsəvvür elə qardaş, ən gözəl missiyanı yerinə yetirmiş insanlardır Peyğəmbərlər.
tövhidi yer üzərində yayanlar və Allah üçün canını qoyan şəhidlər, onlar qibtə eləyəcək ki, Allah bunlara nə verib? Bir-birini Allah üçün sevənlər. Allah Teala bizə nəsib etsin, qardaşlar. Allah Teala bizə nəsib etsin bu əzəmətli qardaşlığı yaşamağı, bu bağları qorumağı. Həmçinin elm əhli qardaşlar bu hədisdə deyir ki, o hissəsi ki, Ayşə anamız Muhammed sallallahu aleyhi ve sellem hifəfu anni, məni əff et, bu da duadır. İnsan Allah Teala demək istəyir ki, ey Rəbbim, günahlarımı əff et, onları sil və ayıblarımı da bağla, ayıblarımı ört. Allah rəhmətindəndir, qardaşlar. Ayıblarımızı Allah Teala örtür. Hər kəs özünü çox yaxşı tanıyır. Təsəvvür edin, sələflər deyirlər ki, Ləv ənə liz-zunubi raihə mə cələsə əhədun ileynə. Özəl sözlər deyirlər, Allah kömək olsun. Deyir ki, əgər günahların iyi olsaydı, heç kim bizim yanımızda oturmazdı. Təsəvvür, sən günah eləyirsən, səndən iyi gəlir. Günah iyi verirsən. İnsanlar da hiss eləyir və o da pis iyi verir. Sənin yanında oturmuş, bundan pis iyi gəlir. Təsəvvür gör nə sözlər deyirlər. Amma Allah rəhmətidir, qardaşlar. Bizə lütf eləyib, rəhmət eləyib. Bu gün kim nə xəta eləyib, əlhəmdə heç kəs bilmir. Allah Teala bağlayıb, Allah Teala açmasın. Allah ayıblarımızı açmasın, Allah Teala örtsün, bastırsın bizim ayıblarımızı. Bu hədisdən, qardaşlar, alimlər faydalar deyirlər. Faydalardan biri oldu ki, təbii ki, bu hədisin mənası genişdir, qardaşlar. Faydalardan biri oldu ki, Allah Teala'nın əffinin geniş olması. Allah Teala çox əff eləyəndir, bağışlayandır. Allah Teala əff eləməyi sevir. Həmçinin əff eləməsi, əffi sevməsi onun əzəmətli sifətlərindən bir sifətinə, yəni əff sifətinə dəlalət eləyir. Həmçinin ikinci faydası deyirlər ki, bu dua, duanın qəbul olmasının əsas səbəblərin özündə əhatə eləyir. Nədir? Tərif edirsən Allah Teala'nı. Tərifləyirsən. Ya Rab, sən əff eləyənsən, əff eləməyi sevirsən. Tərifləyirsən Allah Teala. Allah Teala xoşlayır ki, qulu neymətlərini Allah Teala etiraf eləsin. Həmçinin alimlər deyirlər ki, faydalardan bu hədis insanı yönəldir əff eləməyə, bağışlamağı sənə göstərir. Öylədir ki, çalış sən də bağışla. Fəmən əradə ən yəfuvəllah. Kim istəyir ki, Allah onu əff etsin, Allah onu bağışlasın, fəlyəfu ən qayri. O da çalışsın, başqalarını bağışlasın. Onları əff eləsin, keçsin onlar üçün. Əgər istəyirsə, Allah onu bağışlasın. Həmçinin faydalarından alimlər deyirlər ki, bu dua səbəbdir Allah Teala rəhmətini və məğfirətini qazanmağa. Fəl-abdu kulləmə ləcəə ilallah və səələhul af kənə aqrab ilə rəhmətihi. Yaşayan sözdür. Deyir ki, bir qul nə qədər ki Allaha sığınsa, Allah Teala'dan əff istəsə, bir o qədər Allah Teala rəhmətinə yaxınlaşmış olur. Allah Teala'nın rəhmətinə yaxınlaşmış olur. Həmçinin alimlər deyirlər ki, bu dua həcmi kiçik, Allahümmə innəkə afuvun tuhibbu ləfəfəf. Qısa bir zikirdir, lakin mənası genişdir. Əsas məna nədir? Allahın sənə rəhmət eləməsi. Allah səni bağışlayacaq. Muhammed sallallahu aleyhi ve sellemə verilmiş möcüzələrdən biridir ki, Muhammed sallallahu aleyhi ve sellem qısa sözlərlə geniş mənanı əhatə edən danışırdı Muhammed sallallahu aleyhi ve sellem. O hədislərdən sən görsən, sahabəyə deyir ki,
Qul əməntu billah thumma istaqim. De ki, Allah'a iman elədim, sonra doğru ol. Alimlər deyir ki, bütün din budur. İnsan Allah'a iman gətirməsi, sonra bunun üzərində yaşaması. İki kəlmə, amma bütün dini özündə əhatə edir. Bütün dini özündə əhatə edir. Həmçinin alimlər deyirlər ki, qardaşlar, Qədir gecəsində bu duanı çoxaltmaq lazımdır. Yəni, nə qədər dua edəcəksənsə, bu dua onların hamısını demək olar ki, özündə əhatə eləyir. İbadətə baxsaz, qardaşlar, ibadət neçə növdür, qardaşlar? Yəni, alimlər danışanda ibadəti neçə yerə bölürlər? 2 yerə. Yəni, nə deməkdir o? Var dua məsələ, var dua ibadə deyirlər. İstəmək duası, var ibadət duası. İstəmək duası nədir? Məsələn, insan əlini qaldırır, Allah'tan istəyir. Nə istəyirsə istəyir Allah-Taala. İkinci, ibadət duasıdır. İnsan namaz qılması ilə, oruç tutması ilə, sədəqə verməsi ilə və ya valideynlərinə yaxşı baxması ilə və s. nə qədər, meçidə gəlməsi, gedməsi, Quran oxuması, bunlar hamısı ibadətlərdir. Yəni, nəticədə hər ikisi ilə insan nə istəyir? İstər istəmək ibadəti ilə, duası ilə, istər ibadət duası ilə. Hər halda nədir? İnsan Allah-Taala rəhmətini qazanıb cənnətinə girmək istəyir. Bütün bunların hamısında məqsəd Allahın razılığını qazanıb cənnətinə girməkdir. Yəni, bu dua üçün alimlər deyirlər ki, bu dua bütün xeyirləri özündə əhatə eləyir. Ona görə bunu çoxaltmaq lazımdır. Allah-Taala hamımızı bağışlasın, qardaşlar, əfv eləsin. Bizi Qədir gecəsinə yetişdirsin Allah-Taala. Cəhənnəmdən azad elədiyi qulların sırasına bizi də qatsın. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Ramazan daxil olanda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və Allah hər gün oradan cəhənnəmdən qullar azad eləyir. Bu, Ramazanın sonuna qədər davam eləyir. Allah-Taala bizi də, bizdən əvvəlki müsəlmanları da, bizdən sonrakıları da cəhənnəmdən azad eləsin. Qardaşlar, əsas məqsəd odur. Fəmən zuhzihə anin-nar və udxiləl cənnətə fəqad fəz. Allah-Taala deyir ki, kim cəhənnəmdən qopardılsa, cənnətə salınsa, vəssalam, artıq fəz, artıq xilas oldu. Ən böyük səbəb, qardaşlar, cənnəti qazanıb cəhənnəmdən qorumaq üçün nədir? İnna Allaha la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Kim Allaha buyurur ki, Allah-Taala Allah özünə ortaq qoşulmasını bağışlamaz, ondan daha aşağı günahları istədiyinə bağışlayacaq. Əgər Allaha ortaq qoşmasan, Allaha şərik qoşmasan, oturuşunda, duruşunda, bütün əməllərində, gizlində və aşkarda, aləmlərin Rəbbi olan Allaha ortaq qoşmasan, Allah səni bağışlayacaq, cənnətinə salacaq, rəhmət eləyəcək, əbədi. Yəbrə Ədəm, ey Adəm evladı, ləv ətəytəni bi qurabil ardı xataya, thumma laqitəni, la tuşriku bi şey'ə, la ətəytukə bi qurabihə məğfirətən. Allahu Akbar. Allah-Taala deyir ki, ey Adəm evladı, hamımız Adəmin evladlarıyıq. Əgər yer dolusu günahla mənim huzuruma gəlsən, heç bir şeyi ortaq qoşmadan mənim huzuruma çıxsan, o etdiyin günahlar qədəri sənin məğfirətlə qarşılayaram. Şirk olmasın. Allah hamımızı şirkdən qorusun, bidətdən qorusun. Allah bizi də sizə bağışlasın. Həmdülillah zikr elədik. Barakallahu fikum. Həmdülillahi Rabbil alemin.